Kimə desən ki, şəhərin ortasında 19 manata pencək satırlar, əlbəttə inanmaz. Yalandır, getməyin, aldadırlar. Belə yazanları deyim ki, o endirim doğruydu. Getdilər də, aldılar da. 19 manatlıq pencəklər bir günə bitdi. Pencəyi və kostyumun mayasından ucuz satan mağazanı bir dəfə göstərdim, aləm dəydi bir-birinə. Mezuro'nun Azadlıq filialında yenə ucuz pencək və kostyumlar var. Kostyum 49 manat, dəst, bax 49 manat. Mayası 80 manat olub 25-ə satırlar. Amma bir məsələ var ki, bunların sayı yüzlərlə, minlərlə deyil, məhdud saydadır və bunlar 1+1 kampaniyasına düşmür. 25 manata satılan məhsul nə qədər çox qala bilər ki, cəmaət gəlir 2-2-3-3 aparır. Aydındır ki, rəfləri boşaltmaq üçün belə ucuz satırlar. Yəni obyekt bundan xeyir götürmür də. 180 manata satılıb, 2 ölçüsü qalıb. İndi də 49-a verirlər. Bu 49-adır. Bu 49-a Allah haqqı fürsətdir. Şalvardan bir yerdə. Ölçülərdə var. Amma daha bitəndən sonra gəlməyin də vaxtında gəlin götürün. Sonra gəlirsiniz ki, bitib, cəmaət gəlir daşıyıb aparır. Sonra gəlib mənə yazırsınız ki, getdik yox idi. Qalmaz axı. 49-a kim burada pencəyi saxlayar? Burada 49 manata ayaqqabılar və 19 manata çeşid-çeşid başqa geyimlər də var. O ki qaldı 1+1 kampaniyasına, onlar buradadır. Burada qiymətlər 220-dən başlayır. 220 manatlıq bir dənə kostyum götürürsən, eyni qiymətə bir dənəsi də hədiyyə verilir. Biri 180 manatdır. Birini götürənə biri hədiyyə verilir. 2 dənə götürmək istəməsəz 90 manat verib birini götürə bilərsiniz. Mezuro'nun Azadlıq filialı Tenis Akademiyasının yaxınlığında yerləşir. Kampaniya isə daha 5 gündə uzadılıb. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.